Salam əziz dostlar. Biz şəhid evinə gəlmişik. 8 martdır. Şəhidin bacısını yad edək bu əziz gündə. Bayramımız mübarək olsun. Çok sağ ol. Nərgiz anadır. Evlur müəllimdən də razı olsun. Neçə belə bayramlara çıxsın. Oruçdur bayramı, Novruz bayramı. Qabaqdan gələn illərə can sağlığına, gülər üzlə, ruzu bərəkətlə çıxsın. Şəhidlər bizim başımızın tacıdır. Allah Əliyev Ramazan qardaşımıza rəhmət eləsin. Şəhid valideynlər də bizə müqəddəs əmanət. Biz sizə heç vaxt unuta bilmərik. Çok sağ olun. Allah razı olsun. Sağ olun. Allah'ım Tez də görüşük sizə. Çok sağ olun. Bayramınız mübarək olsun. Çok sağ olun. Allah köməyiniz olsun. Xasmaz rayonunun Çaxı kəndinin sakiniyəm. Mən bu yeganənin nənəsiyəm. Quba İctimai Nəzarətindən gəlir. Elnur müəllimin də Allah canını sağ eləsin. Qurban bayramında, yenildə, 8 martda hər vaxt bu uşağa nəzarət eləyir. Allah ona da kömək olsun. Sizdən xahiş eləyirəm. Necə bir o nətərdir, başçımız olaraq bu uşağı da nəzarət eləyən. Axır yerimizin anası xəstədir. Allah nətərdir, birgə verən 1000 əvəzini versin. Elnur müəllimin də Allah canını sağ eləsin. Hər vaxt bu uşağa nəzarət eləyib. Hər vaxt əlindən gələni eləyib. Pampresindən tutmuş, pulundan, xərcindən, nə gəlib əlindən eləyib. Allah sizə kömək olsun. Elnur müəllim, sənə Allah kömək olsun. Balalarınla, özünlə, ailənlə sənə Allah 1000 qoy, 1000 götürəsən. Amin Allah. Quba rayonu Gədikşilər kəndində yaşayıram. 8 uşaq anasıyam. Çox sağ olsun Quba İctimai Nəzarət köməkçisi Elnur qardaş ki, bizə həmişə yad eləyir, həmişə bizə kömək olur. Allah heç vaxt onu biz üstümüzdən eksik eləməsin. Elnur qardaş, çox sağ ol ki, bu 8 martda da bizi yada saldın. Allah səndən razı olsun. Allah hamımızdan kömək